Binada bu məhkəmə qərarı çıxandan sonra Megafonun binasında bunların güvenlik servisi məhkəmə qərarından ləğv olunub. Ləğv olunandan sonra bizim tərəfimizdən MMC yaradılır. Cəmaatın binanı tikən şirkətin adını çəkin. binanı tikən şirkətin adı Azur, nədir binanın adı? Bir də sorsan. Yeni Həyat rezidensiyadır. Tikəndə sahibi Babəkdir. Biz burada güvenlik servisin güvenlik servisin xidməti məhkəmə qərarından ləğv olunub. Ləğv olunandan sonra MMC yaradılıb. 178 nəfər vətəndaş imza edib MMC yaradıblar. Həmin MMC yaradıblar. Həmin MMC ilə yaradılıb bizə məhkəmə qərarına, məhkəmə icraçıları bütün bəzi liftlərin bizə təhvil verilməsini öhdəliyin yerinə yetiriblər. Lakin Qazanxananı güvenlik servisinin rəhbərliyi və bu MTK rəhbərliyi vermək istəmir. Deyir ki, burada kiminsə çoxlu borcu var, o borcların adiyyəti yoxdur. Burada elə şirkətlər var ki, işıq sistemində şotçiklər də yoxdur. Ona görə bizim borcda olmağı bəhanə edərək qonşulara isti suyun kəsilməsini istəyirlər. Ondan da əlavə bu günlərdə istəyirlərdi ki, özləri üçün xüsusi Qazanxanadan 3 dənə öz evlərində şəxsi atapleni çəksinlər. Yəni Qazanxananı birbaşa özlərinin bina otaqları üçün istifadə eləsinlər. Qonşular yığışdı, onlar barədə tədbir görüldü. 37-ci polis bölməsində o barədə araşdırılma gedir. Belə də ki, bizə xahiş edirəm, yəni cəmaət hamısı tələb edir ki, Qazanxananın bizə verilməsini köməkli göstərilsin. 37-ci polis bölməsindən əlavə olaraq hansısa quruma müraciət etmisinizmi? Bəli, bizim hüquqşünaslar bütün orqanlara, prokurorluğa, Daxili İşlər Nazirliyinə, Prezident aparatına hər bir yerə müraciət edib. Cəmaatın və xalqın adına, bizim borçların adına. Siz binanı idarə etmək üçün özünüz MMC yaratmışsınız və söylədiniz ki, məhkəməni udmuşsunuz. Bəli, məhkəmə qərarı ilə xidmət edən güvenlik servis ləğv olunub, qanunsuz əməl işlədiyinə görə buradan uzaqlaşdırılıb. Hal-hazırda sizin yaratdığınız MMC idarə edir binanı? Bəli, hal-hazırda bir həftədir ki, bizim yaratdığımız MMC bu idarəni idarə edir. MMC-yə də 187 səs toplanıb, əlavə olaraq sonradan da bir 30 nəfər gəlib səs verdi. Hamı istəyir ki, bizim bu binanın Megafonun əvvəlki vəziyyətinə qaytarılması üstündə mübarizə aparsın. Əvvəllər burada bu Megafonun binası bütün Bakı şəhərində ən gözəl binalardan biri olub. Burada fəvvaralar olub, hal-hazırda fəvvaralar da yoxdur. Söküb aparıblar başqa bir təşkilat, söküb buradan aparıblar başqa binaya. Başqa bina, xahiş edirik. Cəmaət hamısı bax, indi burada yığılışıblar ki, bu yaxınlarda istilik sisteminin verilməsi məsələsində deyib ki, mən təhvil vermirəm, oranı mən tikmişəm. Amma ona baxmayaraq burada bütün qonşuları dindirsiniz. Deyir ki, biz Qazanxananın tikilməsi üçün hər birimiz 11.000 manat pul ödəmişik ki, əlavə. Deyirsiniz ki, deyir. Kim deyir onu? Qonşuların hamısı, kim burada qonşulardan, köhnələrdən varsa hamısı bilir ki, Qazanxana üçün 11.000 pul verilir. Mən bunu telefonla bir neçə nəfər varsa, xahiş edirəm, dəstəkləmək lazımdır. Məlum deyirlər ki, Qazanxananı güya ki, bu özləri özəlləşdirirlər, MTK. Elə deyim, 11.000'i verirlər də, mən bəzi qonşular var. 11.000'ə əlavə veriblər, soruşa bilərsiniz qonşulardan. Şimdi bizə bir dənə bütün hər işlərimiz yavaş-yavaş həll olur, amma Qazanxana məsələsinə görə qalmışıq belə, qonşulara çox çətinlik yaradır. Zibil atmağa imkan vermirlər, deyirlər zibil bizim yerimizdir. Burada hamısı mülkiyyətçilərin birgə əmlakidir. Birgə olan əmlakına zibilləri atmağı qoymurlar. Liftlərimizi tərfi təhsilini verəndə soğuducularını götürüb aparıblar. 15 dənə liftə, 15 dənə soğuducunun üstündən açıb oğurlayıblar. Qapıların girəcəyində resip, qapını açıb bağlamaq üçün avtomat qurğular vardı. Onların hamısını söküblər. Deyirlər biz özümüz almışıq. Hamısı bu cəmaatın pulu ilə alınıb. Heç bir yerdə də məhkəmə vaxtı da onlardan tələb olundu ki, bu yığılan cəmaatdan yığılan bu kanunları hara xərcləyirsiniz, heç bir arayış təqdim edə bilmədi. Bir də təkrarlayın, hansı şirkətdir o, hansı həyat? Yeni Həyat Yeni Həyat Rezidens. Yeni Həyat Rezidens.
Bu güvənli servis ümumiyyətlə kimə tabidir? Məhkəmə icraçıları gəlib onlardan tələb edir ki, sənəd təhvil verin. Heç bir sənəd təhvil vermirlər. Qonşular biraz yaxın qalın da mən. Deyirlər ki, ya heç kim Əziz izləyicilər, xoş gördük. Gördüyünüz kimi Yeni Həyat Rezidensin sakinləridir. Gördüyünüz kimi onlar etiraz edirlər. Yəni ki, bunlar səs birliyi ilə birlikdə MMC yaradıblar və həmin MMC-nin bütün kommunal sistemini idarə etmək üçün öz yaratdıqları MMC-ni, yəni ki, idarə etməklərini istəyirlər. Lakin güvənlik servis MMC gəlib və qol gücünə buranı idarə etməkdir. Vətəndaşlar gördüyünüz kimi bütün sakinlər etiraz edir və öz yaratdıqları, səs birliyi ilə yaratdıqları MMC-nin idarə etməsini deyirlər. Lakin buna baxmayaraq bəziləri öz cibinin mənafeyinə gördüyünüz kimi öz yaratdıqları sakinlərin, baxın, yaratdıqları MMC-ni burada öz fəaliyyətini göstərməklə maneçilik törədirlər. Gəl içəri, birinci mərtəbə. Əks tərəf deyir ki, güya bu cəmaatın borcuna görə biz bu xidmət eləyə bilmirik. 5 ildir, 6 ildir cəmaatın borcuları, yəni burada nə yay rejimi var, nə qış rejimi var. Hər kvadrata nə Hər qədər pul kvadrata istəyirlər? 1.50-dən özləri heç kimlə icazə almadan, heç bir qonşu ilə razılaşmadan 1 manat 50 qəpiyə qaldırıblar. Qonşular da bunu narazılıq edib ödəmirlər. Həmin o ödəmədiyi pullar, 20 qəpi pullar cəmaata yazıldığına görə borclu sayırlar. Burada 350 min işığa borcu var, nə bilim neçə min qaza borcu var. Bütün bu tək cəmaata aid olan bir yerdir, 7 dənə blokdur, liftlər işləyir, su motorları işləyir. Buradakı bütün o borclar biznes sentrinə aid olan borclar da bu bizim cəmaatın, qonşuların üstünə yazılır. Hal-hazırda həmin MMC-nin güvən MMC-nin burada bir səlahiyyətli nümayəndəsi varmı? Biz ondan Yoxdur, açıqlamalı. bilmirəm. Bax, gəlsinlər, dəvət elədik, biz bu günlər qonşulara yığılır ki, onları da dəvət eləyək. Varsa gəlsinlər, bir qarşı tərəfdə müsahibələr versinlər. Mən nəyi səhv deyirəmsə, desinlər bunu. Biz heç nə istəmirik. Biz istəyirik, mən də buranın sakiniyəm, heç bir bu MMC-nin üzvü də deyirəm. İstəyirəm ki, binamızın gözəlləşməsi üçün, binamızın yaxşılaşdırılması üçün iştirak edəm.